Macaristanda Viktor Orbanın məğlubiyyəti ilə nəticələn və Azərbaycan da daxil olmaqla bir sıra ölkələr üçün yeni çağırışlar yaradan seçkilər Avropanın qələbəsi kimi qiymətləndirilir. Brüssel diktator adlandırdığı Orbanı nəhayət taxtından indirə bildi. Hərçənd 10 ildən artıq ölkəyə rəhbərlik edən Macar lider demokratik seçki ilə hakimiyyətə gəlmişdi və seçki ilə də getdi. Təkcə bu amil Orban haqqında avtoritarizm ideyalarının siyasi məqsədlərə hesablanmış təbliğat olduğunu deməyə əsas verir. Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Macarıstan uğrundakı geosiyasi mübarizədə əsas diqqət çəkən məqamlardan biri Orbanı məğlub edən Peter Magyardır. Magyar 2024-cü ilə qədər Orbanın Fides partiyasının üzvü olub və müxtəlif vəzifələrdə işləyib. Onun istefası və cəmi 2 ildən sonra hakimiyyətə gəlişi müxtəlif suallara, xüsusilə Orbanın hakimiyyəti ötürməsi kimi fikirlərə yol açdı. Hərçənd Budapeştdə geosiyasi mübarizə və Avropa İttifaqının maraqları fonunda bu yanaşma konspirologiyaya daha yaxın görünür. Brüsselin Magyara seçki kampaniyasında verdiyi dəstək də diqqətdən qaçmayan məqamdır. Magyarın hakimiyyət iddiası və seçkiyə hazırlığı Avropa İttifaqı ölkələri tərəfindən fəal şəkildə dəstəklənirdi. Bu ilin mart ayında Orbanın reytinginə mənfi təsir edən Səsin Qiyməti adlı sənədli film yayımlandı. Bir qrup jurnalistin Avropa İttifaqının maliyyəsi ilə hazırladığı araşdırmada regionlarda, xüsusilə ucqar kəndlərdə hakimiyyətin seçicilərə təzyiqindən bəhs olunurdu. Macaristanın Xarici İşlər naziri Peter Siatronun Lavrovla Avropa İttifaqının qərarlarının Rusiyaya çatdırılması haqqında telefon söhbətinin sızdırılması da Brüsselin əməliyyatı idi. Bu əməliyyatlar Orban haqqında Putinin dostu iddialarını gücləndirdi. Eyni zamanda hakimiyyətin Ukrayna münaqişəsi üzərində milli maraqların qorunmasının yer aldığı kampaniyaya zərbə vurdu. Hadisələr Magyarın yolunun açıldığını deməyə əsas verir. Avropa İttifaqının uzun illər tanıdığı Macar müxalifətinə, solçulara yox, məhz Orbanın komandasından çıxan fiqura dəstək verməsi də təsadüfi deyildi. Çünki Macar seçicilərin mühafizəkar yanaşması sol liberalların qələbə imkanlarını məhdudlaşdırır. Seçicilərin Orbanı onunla ideoloji yaxınlığı olan Magyarla əvəzləməsi də göstərdi ki, Macarları keçmiş hakimiyyətin Brüsseldə narazılıq doğuran siyasi xətti yox, sosial problemlər narahat edir. Əsas təbliğatını sosial problemlər üzərində quran Magyar da ölkənin böyük hissəsini gəzərək, insanlarla birbaşa təmas qurmağı və nüfuzlu şəxsləri ətrafına toplamağı bacardı. Nəticə etibarilə 16 illik Orban hakimiyyətindən yorulan və sosial problemlərin həllini istəyən Macarlar yeni simaya dəstək verdilər. İndi əsas suallardan biri Magyarın izləyəcəyi siyasətdir. Macaristanın yeni lideri Brüssel tərəfindən alqışlanan açıqlamalar verir. Ukraynaya yardımın blokadadan çıxarılması da bunlardan biridir. Magyarın Macar elektoratının sosial istəkləri ilə yanaşı, mühafizəkar yanaşması da nəzərə alacağı, bu baxımdan onun ultraliberal siyasət yürütməyəcəyi aydındır. Lakin Orbandan fərqli olaraq Brüssellə qarşı durmaya getməyəcəyi, əsasən də Avropa İttifaqının xarici siyasət kursuna yaxınlaşacağı gözlənilir. Buna paralel olaraq Rusiya ilə qarşı durmadan da çəkinəcək, çünki Macaristanın enerji asıllığının böyük hissəsi Moskvadan asılıdır. Magyar da bəyan edib ki, heç kim coğrafiyanı dəyişə bilməz. Rusiya və Macaristan burada qalacaq, hökumət xam neft və qazı mümkün olan ən ucuz və təhlükəsiz yolla əldə edəcək. Bu, Macaristanın 2035-ci ilə qədər Rusiya enerjisinin müştərisi olacağı deməkdir. İstisna deyil ki, Magyar hökumətinin Rusiya ilə bağlı siyasəti Ermənistanda Paşinyan hakimiyyətinin yanaşmasının analogiyası olacaq. Avropa İttifaqının ümumi siyasətinə uyğun davransa da, coğrafiyanın və ehtiyacların zəruriyyətə çevirdiyi məsələlərdə əməkdaşlığı davam edə bilər. Və Azərbaycan üçün əsas sual: Magyar Orban olacaqmı? Macaristanda hakimiyyət dəyişikliyinin Bakı-Budapeşt xəttində kəskin dəyişikliklər yaradacağı ehtimalı zəifdir. Birincisi, Macaristan Azərbaycan qazının ixalçısıdır. İkincisi, Rusiya qazından asılılığını azaltmağa çalışan Avropa Azərbaycana alternativ mənbə kimi yanaşır. Bu kontekstdə Budapeştin Bakı ilə enerji əməkdaşlığı Brüsseldə də dəstəklənir. Üçüncüsü, Budapeştin Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvlüyünü ləğv edəcəyi ehtimalı azdır. Bakı ilə enerji tərəfdaşlığı, Azərbaycanın Avropa İttifaqının enerji tərəfdaşı olması, Avropanın gələcək təhlükəsizlik arxitekturasının qurulması və geosiyasi mövqelərini saxlaması məqsədi ilə Türkiyə ilə əməkdaşlıqda maraqlı olması kimi amillər Magyarı çətin seçim qarşısında qoymur. Hərçənd Magyarın Orban kimi Azərbaycan maraqları naminə Avropa İttifaqının qərarlarına veto qoyacağını demək çətindir.
Orbán Avropa İttifaqının Ermənistana birtərəfli dəstək siyasətində Azərbaycanın mövqeyini müdafiə edirdi və bu Bakı üçün təsir rıçaqlarından birinə çevrilmişdi. İndi situasiya dəyişə, yaxud bu təsir rıçağı əvvəlki qədər effektiv olmaya bilər. Bu kontekstdə Orbánın gedişi ilə Bakı Avropadakı əsas müttəfiqini itirir sualının cavabı açıq olaraq qalır. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.